Opel klubunun admini Ülvi dostumuz ehtiyacları gətirib, Opel'ə Bəli. məxsus. İndi onlarla bağlı bizə məlumatlar verəcək. Mən dedim ki, Ülvi, hansı maraqlı detalları var, yəni aktual mövzu var Opel'də bir gətir ki, sürücülərimizi bir maarifləndirək, Opel sürücülərinə bir məlumatlar ötürək. O da bax bu qarşımızda gördüyünüz detalları gətirib ki, indi səndən informasiya istəyəcək. Niyə məhz bu detalları seçmisən? Salamlayıram hər kəsi. Deməli bu EGR detalıdır. Bu bir çox modellərdə var, Opel'in bir çox modelində. Əsas bu təzə modelin üçün gətirmişəm. Təzə deyəndə yəni 2004-dən 2010-cu ilin Opel Astra H, Corsa C, Corsa D14 motorların EGR-lərindən biridir. Tam göstərim. Bu mahiyyəti nədir? Yəni işlənmiş qazları təmizləyir, təzədən motora qaytarır. İşləməyəndə bunun içində yaxından götürə bilirsinizsə, burada klapan olur. Bunun içində balaca klapan var. Bu klapan açıq qalır və yaxud bağlı qalır. Açıq qalanda maşında sönmələr olur. Yəni öskürək kimi boğulmalar verir maşına. Benzin sərfiyyatını artırır, injektorun işığını yandırır və elə olur ki, bu bağlı qalır. Girir bura içinə, misal üçün çıxmır, belə deyim, ya da belə olur. Hər bir halda EGR əgər işləmirsə, aşıbqa kimi injektorun işığı yanır. P04 04 00 04 01 02 03 aşıbqaları verir. Xarab olanda bunu necə bilirlər? Yəni kompüterə salanda aşıbqalar çıxır o öz yerində. Ondan sonra aparırlar, misal üçün bunu yuyub təmizləmək də olur. Yuyub təmizləyəndən sonra düzələ də bilər, düzəlməyə də bilər. Amma 90% bunun içində motor içində problem varsa, yəni iç klapanda, bu işləməyəcək. Yəni yumağın mənası yoxdur. Ona görə bu zubor dəyişilir. İşlənmiş qiyməti ölüxanlarda 60-80 manat arası olur. Təzəsinin də qiyməti firmaya görə 100 manatla 120 manat, 150 manat, bəzən 200 manata kimi qalxa bilər. Açıq qalanda elə bir ki, əlavə artıq qazları təzədən motora verir, yəni çirkli qazları. O da problemlər yaradır. Yəni, maşına ən pis variantda maşına sönmələr verir. Və yaxud bir də bunun bir dənə də variantları var ki, yəni başımıza çox gəlir. Misal üçün satırıq, gedirlər, qoyurlar, görürlər ki, düzəlmədlərdir. Bu nə ola bilər? 2 dənə 3 dənəsini dəyişsən yenə düzəlmir. Usta deyir ki, yenə aşpika qaldı, getmədi. Elə olanda deməli EGR-dən beyinə gedən şnurlarda hansındasa karotka var. Ona görə beyin EGR-i görmür. Və yaxud sizdən əvvəlki maşının sahibi EGR-i beyindən ayırtdıra bilər. Onu adi bir, belə deyim, elektron şik yox, adi bir ustaya getsən, kompüterə salan bir ustaya. Salır, kompüterə deyir EGR aşpika verir. 10 dənəsini dəyişir, deyir yenə EGR aşpika verir. Hər dəfə də sənin pulu alır. Halbuki bu bilməlidir ki, bu beyindən ayırtdıra bilərlər bunu. Beyindən ayırtdıranda ancaq təzədən gələ praşifika oluna, gedə beyin ustasına, o da əlavə xərcdir. Elə avtomobillərdə, yəni 2-3 dənəsini dəyişən avtomobillərdə EGR-i dəyişməyə məsləhət bilmirik. Elə bir dəfəlik bura bir dənə hel qabı deyirlər, kəsirlər, qoyurlar, ştikerini çıxarırlar, beyindən bir şey ki ayrılıb. EGR sistemi sizdə işləmir. Amma elə olanda avtomobil artıq benzin yandırır. Yəni 3 litrə kimi, 4 litrə kimi, bəzən 5 litrə kimi artıq sərfiyyat yaradır. Bu qədər. EGR məsələsindən bu qədər. Yağın datikidir. Bu Chevrolet Cruze 1.4-dərdədir. Opel'in bütün modellərində var demək olar ki, Astra H modelində həmçinin, Astra C modelində, Vectra B-lərdə. Bunun ştikerini mən niyə gətirmişəm? Bunlar universal ştikerlərdir. Sırf yağın datikləri üçün istehsal olunur. Deməli, bu yağın datikləri 2 cür xarab olur. Bunun içində balaca klapan olur. Burada düzü düşməyəcək. Bunun içində klapan olur. Bunların orijinal variantları var və patelka variantları var. Orijinalları 15-20 manat civarında olur. Ucuzları 10 manat, 8 manat civarında olur. Ucuzlarında bu klapanlar yaxşı işləmədiyinə görə içindən yağı saxlamır. Yağı verir bura ştiker yerinə. Ştiker yerinə də verəndə buradan bu cür olur da elə bir maşının üstündə. Buradan başlayır yağlar axmağa, maşının böyür remeninə tərəf düşür. O qədər axa bilər ki, hətta bundan. Bir də baxsın ki, motorda bütün yağ axıb gedib o dərəcə. Yəni söhbət bunun gedirməsindən gedir, bəli, orijinalından yox. Orijinallarda heç nə, bunda problem olmur. Bəzi vaxtlar isə bunun bu sarı göstərim, burada çıxmalıdır bu. Bu sarısı olmur. Ustalar nə vaxtsa motor yığırlar. Unudurlar onu qoymağı. Bu çıxaranda bu zavodlarda tərpənir, yağlı olur da, bilirsiniz, işlənmiş olur. Enlənir deyə düşür bu. Düşür gedir, müştəri də götürür, ya usta götürür bunu taxır burayı və yaxud çenikə verir ki, götürür yığır. Yəni bəzi ustalardan söhbət gedir, peşəkarlardan yox. Bunu taxırlar belə, bu burada yağı qoruyub saxlamalıdır. İşlənmişlərdə biraz nisbətən yağı vermə ehtimalı var. Bu burada olmadığına görə burada yenə yağlanmalar olur. Bəli. Müştəri də elə bilir ki, bu dəfə yağın datiki xarab olub. Götürür yenə yağın datikini dəyişir, bu yenə qalır belə bu vəziyyətdə. Təzədən yenə üstündən 3 gün, 4 gün keçir, görür yenə yağlanma var. Dərd düzəlmir də, bildiniz necə?
Bunun da tək salniki satışda olmur. Bunları əsasən gətirdik. Bu belə datik satılır. Buradan beləncə şunurdur. Bu zalaq olunur. Bir dənə tək çıxışı var bunun. Bəli. Yanmayan izolentlə bunu bağlayırlar qəşəng. Vəsə. Bəs problem getdi. Digər Köhnə modellərə də bir detal gətirmişəm. Bir dənə gətirmişəm orijinal Topran firmasından. Şeytan qulaq datik deyirlər el arasında. Qazın datikidir bu. aha. Polinjektorlardan söhbət gedir. Elektron zasyonkalardan yox da, yəni köhnə zasyonkalardan. Bunlar da daxildə Astra F-dir, Vitadır, köhnə Corsa A-dır, Vectra B-dir, Vectra A-dır. Astra C-nin 1.6 Ekatek, 1.4 sadə motorları, Vectra B-nin 1.6 Ekatek motorundan söhbət gedə bilər. Yəni, diqqətlə qulaq assınlar. Bu heç bundan sonra gələcəm. Bu avtopasosdur. Deməli, bu havanı nizamlayır zasyonkada. Bunun görürsünüz ağzı belə bağlıdır. Zamoku açanda bu bura kimi uzanır. Aha. Bu uzananda hava basıncını orada özü dövriyyələşdirir də, yəni necə deyim sizə, nizamlayır hava basıncı ki, zasyonkaya hava necə girsin, çıxsın, yəni maşından sonra motora da belə deyim. Bu düzgün işləməyəndə bu və ya açılmır, Bəli. xarab olanda yarımçıq açılır. Və yaxud bu çıxır uzanır bura kimi. Bura kimi uzananda bu havanı nizamlaya bilmir. Bunun öz dərəcəsi var. Bu da hər firmada özünü doğrulda bilmir. Yəni müəyyən bir işlədiyimiz firmalar var ki, indi biz bilirik ki, hansı firma gedir, bez problem qayıtmır, hansı firmanı verirsən, 2-3 gündən sonra problem çıxardır. Yəni bu orijinal firmaları, orijinal yəni təmiz orijinal GM deyirlər, sadəcə işləyən firmalardır, brend firmalar. Brend firmalar rahat 1-2 il, 1 il azı işləyir. Amma misal üçün ucuzlu variantlar olur ki, verirsən, o Jiguliyə də gedir, baxırsan, Nexia da gedir. Verirsən, baxırsan 3-4 gündən sonra gəldi ki, işləmir. Ya 1 aydan sonra gəldi ki, işləmir. Bunlar ikisi bir-birinə bağlı detallardır. Biri havanı nizamlayır, birin qazı nizamlayır. Qazın datiki deyirlər. Onun burada sxeması var içində. Bu hər bir firmanın öz işləmə funksiyası var. Orijinal firmaları yenə qazın dərəcəsini özü nizamlaya bilir. Yəni çox qaldırmır qazı. Xarab olanda bu əsasən nə edir? Xarab olanda qaz ya baxsan ki, ayağı qaza qoymamısan, qaz qalxıb taxometr göyə. Maşın qazda işləyir. Həm benzin artıq yandırır və yaxud da görürsüz ki, heç qaz yoxdur maşında. Qaz versən maşın yerimək istəmir. Tutanmırlar, söhbət nədir? Mexanikalarda çox elə bilir ki, çaşka ferodo problemi ola bilər. Onun biraz başqadır, amma müştərilər indi başa çıxmır. Elə bilirlər ki, problem çaşka ferododadır və yaxud benzin nasosdadır. Da bilmirlər ki, balaca bir detal qazı düzgün nizamlamır deyə çaşdırır. Bu öz yerində. Avtoposta da problem olanda bunda havanı nizamlaya bilmədiyinə görə səhərlər soyuq motoru əsasən qışda bu çox problem yaradır. Səhərlər xodladın, baxsan ki, aborot yoxdur maşında. Aşağıdadır. Bəli. Yəni professional adamlar bilirlər ki, yəni ustalar da buna baxan bilirlər ki, problem avtopasosdur burada. Qızandan sonra görürsüz ki, yavaş-yavaş qalxır, öz yerinə çatır. Amma səhərlər soyuq motora baxırsınız ki, aşağıdadır və yaxud da bir dəfə xodladın, görürsən aşağıdadır, bir-iki dəfə qaz verirsən, görürsən yavaş-yavaş qalxır. Sadə motorlarda bunları tək-tək dəyişəndə effekt verir. Amma Ekatek motorlarda çox rastlaşmışıq, hamısında deməyim, yəni 50-50-yədir. Avtopasosu verirsən, müştəriyə gedir, üstündən bir müddət sonra keçir, gəlir ki, işləmədi. Deyir, nə edir? Deyir, heç nə, bu qalxır, çox qazda qalır. Biz tuturuq ki, həmən bu da dəyişməlidir. Qazın da tipi, yəni şeytan arasında şeytan qulaq deyirlər. Şeytan qulaq da dəyişməlidir. Bu dəyişməyəndə bu uyuşmur bir-birinə, bildiniz necə? Tanımırlar. Bu əsasən Ekatek motorlarda olur. Yəni 16 klapandan söhbət gedir. Sadə motorlarda 8 klapanlarda belə bir şeylə çox rastlaşmırıq. Əsasən birini verirsən, gedirlər. Bir də bu da firmanın kodu görsənməsin, yaxından götürün. Bunun burası ağ olanlar var, ağ rəng olanı, yəni belə açıq rəng olanı. Bir də var burası splaşnoy belə qara rəng olanı, bu üstündən söhbət gedir. Bu ağ rəng olanlar sadə motorlar üçündür. Qara rəng olanlar Ekatek motorlar üçündür. Çox vaxt dükana gedib alırlar. Məsəl üçün əsasən rayon yerlərində rastlaşırıq və yaxud bəzi peşəkar olmayan ustalar var. Götürür elə 0.15-ə gedən datikdə eyni bundandır. Yəni 0.9-0.15-də də eyni bundan var. Eyni şey, eyni detaldır. Sadəcə olaraq kod söhbəti var, içində sxeması söhbəti var. Gedirlər 10 manat, 15 manat verib alırlar, baxırsan düzəlmir. Və yaxud ki, deyir Ekatekdir, götürür bu həmən bu ağı verir, mənim əlimdə olanı sadəni. Apar qoy işləyəcək. Aparır qoy işləmir. Gəlir deyir qaytarmıram. Elektron detaldır. Yəni buna sübut edək ki, sən səhv vermisən. Onda başı çıxmayan adam olanda ortada pul gedir, vaxt gedir, belə bir şeylər. Yəni bu qədər incəliklər var yəni. Əlavə olaraq bu köhnə modellərdə zasyonkanın böyründə onu gətirə bilmədim, əlimizdə yox idi. Balaca belə klapan var, kəpənək deyirlər. 4 dənə boltla bağlanır, regulovkasıdır. Option zasyonkanın regulovkası ondan asılıdır. Onun böyründə balaca belə ulduz açar yeri var. Bəli. Yəni bir dənə xahişim odur ki, onu ustaya getməmiş, açıb onu heç kim barmaq eləyib nəsə eləməsin. Müdaxilə eləməsinlər. Ona müdaxilə oldu, zasyonkanın regulovkası qaçır.
Aha. Onunla da o zasyonka düzələn bir şey deyil. Gedib zubor 120-150 manata zubor opşu zasyonka almalıdırlar ki, onun dərdi düzəlsin. Ona görə bunu dəyişirlər, bunu dəyişirlər. Tək farsonkanı dəyişirlər, yenə də düzəlmir. Bu qədər. Allah, çox ətraflı məlumat verdin. Buna görə minnətdarıq sənə. Dəyərli dostlar, Opel klubunun admini Ülvi dostumuz bizə köməklik göstərdi, sağ olsun.